Dan Brown, Sirlərin Sirri. Proloq. Qadın öldüyünü düşündü. O, qədim şəhərin qüllələri üzərində süzülürdü. Altında müqəddəs Vit kilsəsinin işıqlandırılmış qüllələri minlərlə parıltının içində bərq vururdu. Gözləri ilə, əgər hələ də gözləri vardısa, qəsr təpəsini izləyərək Bohemiya paytaxtının ürəyinə doğru uzanan dolama küçələri seyr edirdi. Küçələr təzə yağan qarın ağ örpəyi altında gizlənmişdi. Praqa. Çaşqın halda başına gələnləri anlamağa çalışdı. Mən neyro aliməm, deyə öz-özünə pıçıldadı. Mən sağlam düşüncəyə sahibəm. İkinci fikrin xeyli şübhə doğurduğunu etiraf etməli oldu. Doktor Brigitta Gessnerin bu an üçün dəqiq bildiyi yeganə şey, doğma şəhərinin üzərində asılı qalması idi. Onun bədəni yanında deyildi. Nə kütləyə, nə də formaya sahib idi. Bununla belə, özünün qalan hissəsi, həqiqi mənliyi, mahiyyəti, şüuru tam ayıq və bütöv görünürdü və havada asta-asta Vltava çayına doğru süzülürdü. Gessner yaxın keçmişindən demək olar ki, heç nə xatırlamırdı. Yalnız zəif bir fiziki ağrı hissinin izi yaddaşında qalmışdı. İndi isə bədəni sanki yalnız içindən keçdiyi havadan ibarət idi. Bu hiss indiyədək yaşadığı hər şeydən tamamilə fərqli idi. Məntiqinə zidd olsa da, yalnız bir izah tapa bilirdi. Mən ölmüşəm. Bu, axirətdir. Bu fikir ağlına gələn kimi dərhal onu absurd sayaraq rədd etdi. Axirət, həyatımızı dözülən etmək üçün uydurulmuş bir yalandır. Həkim kimi Gessner ölümə yaxından bələd idi. Tibb Universitetində oxuduğu zaman insan beynini disseksiya edərkən başa düşmüşdü ki, bizi biz edən bütün şəxsi xüsusiyyətlər, ümidlərimiz, qorxularımız, arzularımız, xatirələrimiz beynimizdə elektrik impulsları ilə asılı vəziyyətdə saxlanan kimyəvi birləşmələrdən başqa bir şey deyil. İnsan öldükdə beynin enerji mənbəyi kəsilir və həmin maddələrin hamısı mənasız bir maye gölməçəsinə çevrilərək o insanın kimliyinə dair son izi belə silib aparır. Öləndə hər şey bitir. Amma indi Wallenstein sarayının bağları üzərində süzülərkən Gessner özünü son dərəcə canlı hiss edirdi. Ətrafında, yoxsa içindənmi yağan qarı seyr edirdi və qəribədir ki, heç bir soyuq hiss etmirdi. Sanki onun şuuru sadəcə boşluqda asılı qalmışdı. Ağıl və məntiqi isə tam yerində idi. Məndə beyin fəaliyyəti var, deyə öz-özünə düşündü. Deməli sağam. Gessnerin çıxara bildiyi yeganə nəticə bu idi ki, o tibbi ədəbiyyatda OB, bədəndən kənar təcrübə adlandırılan halın içindədir. Bu, kliniki cəhətdən ölüb, sonradan reanimasiya olunan ağrı xəstələrdə yaranan bir halüsinasiyadır. OB demək olar ki, həmişə eyni cür baş verirdi. İnsan şuurunun bədəndən müvəqqəti ayrılması, formasız halda yuxarı qalxıb, havada süzülməsi hissi. Həqiqət kimi qəbul edilsə də, bunlar sadəcə təsəvvür məhsulu olan səyahətlər idi. Adətən, güclü stres və hipoksiyanın beyin üzərindəki təsiri nəticəsində, bəzən də ketamin kimi təzli yardım edicilərinin iştirakı ilə yaranırdı. Bu görüntüləri mən halüsinasiyalarla yaradıram, deyə Gessner özünü inandırdı və şəhərin içindən ilan kimi qıvrılan Vltava çayına baxdı. Amma əgər bu, bədəndən kənar təcrübədirsə, deməli, mən ölmək üzrəyəm. Öz sakitliyinə özü də təəccüblənərək, başına nə gəldiyini xatırlamağa çalışdı. Mən sağlam, 49 yaşlı bir qadınam. Niyə ölməliyəm ki? Birdən-birə dəhşətli bir xatirə onun şuurunda ildırım kimi çaxdı. O anda fiziki bədəninin harda uzandığını və daha dəhşətlisi, başına nə gəldiyini anladı. Arxası üstə uzanmışdı. Öz əli ilə yaratdığı maşına möhkəm bağlanmışdı. Başının üzərində bir xəyalat dayanmışdı. Bu məxluq torpaqdan sürünərək çıxmış, ibtidai bir insanı xatırladırdı.
Üzü və tüksüz kəlləsi qalın, çirkli gül təbəqəsi ilə örtülmüşdü. Ay səthini xatırladan çatlamış, sınıq bir qabıq kimi. Torpaqdan olan bu maskanın arxasından yalnız nifrət dolu gözləri görünürdü. Alnına qədim bir dildə 3 hərf kobud şəkildə həkk olunmuşdu. Niyə belə edirsən? Gesner vahimə içində qışqırmışdı. Sən kimsən? Sən nəsən? Mən onun qoruyucusuyam, deyə xəyalat cavab verdi. Səsi laqeyd və soyuq çıxırdı. Aksenti qeyri-müəyyən şəkildə slavyancalarını xatırladırdı. O sənə inandı. Sənsə onu satdın. Kim? Gesner israrla soruşdu. Xəyalat bir qadının adını çəkdi və Gesneri təlaş bürüdü. O bunu necə bilə bilər? Mənim nə etdiyimi hardan bilir? Qollarında buz kimi bir ağırlıq hiss edincə, xəyalatın prosesi başlatdığını anladı. Bir an sonra sol qolunda dözülməz, iynə kimi sancan bir ağrı peyda oldu. Venaları boyunca yayılaraq çiyninə doğru şığıdı. Xahiş edirəm, dayan, deyə o boğuq səslə yalvardı. Mənə hər şeyi danış. Ağrı qoltuq altına çatanda xəyalat tələb etdi. Danışacam. Gesner çarəsiz halda razılaşdı və xəyalat maşını söndürdü. Ağrı çiyninə çatıb dayandı. Amma güclü yanma hissi hələ də qalmaqdaydı. Dəhşətdən sarsılmış halda dişlərini sıxaraq bacardığı qədər sürətlə danışmağa başladı. And içərək qorumağa söz verdiyi sirləri bir-bir açdı. Suallara cavab verdi. Praqa şəhərinin dərinliklərində özü və tərəfdaşlarının yaratdığı dəhşətli həqiqəti ifşa etdi. Xəyalat qalan gil maskasının arxasından ona baxırdı. Eşitdiklərindən sarsılmış soyuq gözlərində nifrət işarırdı. Siz yerin altında bir cəhənnəm inşa etmisiniz, deyə o pıçıldadı. Hamınız ölməyə layiqsiz. Heç tərəddüd etmədən maşını yenidən işə saldı və qapıya tərəf yönəldi. Yox, deyə Gesner qışqırdı. Ağrı yenidən onu ələ keçirərək çiynindən sinəsinə doğru axdı. Xahiş edirəm, getmə. Ölmək istəmirəm. Ölüm son deyil. Mən dəfələrlə ölmüşəm, deyə o çiyninin üstündən cavab verdi. Bununla da xəyalat yoxa çıxdı və Gesner yenidən havada süzməyə başladı. Mərhəmət diləmək istədi. Amma səsi qulaq batırıcı bir gürultunun altında boğuldu. Sanki səma yarılıb açılmışdı. Görünməz bir qüvvə onu tutdu. Daha yuxarı qaldıraraq sürüyüb apardı. İllər boyu doktor Brigitta Gesner ölümün astanasından qayıtdığını iddia edən xəstələrini məsxərəyə qoymuşdu. İndi isə həmin nadir insanlardan biri olmağı diləyirdi. Heçliyin astanasına qədər gedib, möcüzəvi şəkildə geri dönənlərdən biri. Mən ölə bilmərəm, digərlərinə xəbər verməliyəm. Amma bunun artıq gec olduğunu bilirdi. Bu həyat bitmişdi.